Bismillahirrahmanirrahim. Allahumma salli ala Muhammedin ve ali Muhammedin. Vaftah aleyna ebvabe ama fi ridaka ve khidmeti evliyaik. Allahumma accil li veliyyikel farac. Birahmetike ya erhamer rahimin. Məlumdur ki, müqəddəs İslam şəriətinin ən mühüm ibadətlərindən biri namazdır. Namaz, dinin sütunu, müminin məracı, İslamın möhkəm dayağıdır. Namazın əhəmiyyətini vurğulayan Peyğəmbər hədislərində birini burada qeyd etmək yerinə düşərdi. Əgər namaz Allah dərgahında qəbul olunarsa, digər ibadətlər də qəbul olunar. Namaz qəbul olunmazsa, digər ibadətlər də qəbul olunmaz. Hədisdən bu nəticəyə gəlirik ki, hər hansı bir ibadətin qəbul olması namazın qəbul olmasından asılıdır. Yəni, bütün şərtləri yerinə yetirilərək düzgün qılınan və qəbul olunan namaz, digər salih əməllərin Allah dərgahında qəbula yetməsi üçün vasitədir. Deməli, namazı qəbula yetməyən bəndənin bütün əməlləri də puç və əhəmiyyətsiz olar. Elə bu səbəbdən də hər bir insan qıldığı namaza, onun hissələrinə və düzgünlüyünə, həmçinin bu namazın qəbul olması üçün vacib sayılan şərtlərə daha diqqətlə yanaşmalıdır. Bəndə dərk etməlidir ki, namaz yalnız Allah və onun rəsulunun əmr etdiyi qaydalara müvafiq olaraq yerinə yetirilməlidir. Peyğəmbər buyurub, mənim yerinə yetirdiyim namazı nə cür görmüsünüzsə, siz də namazınızı o cür yerinə yetirin.